Əsrlər əvvəl İslam dünyasında baş verən böyük elmi yüksəliş insanlığın bilik tarixinə yeni bir nəfəs gətirdi. Bu dövr yüzlərlə alim, minlərlə əsər və nəsillər boyu davam edən bilik ənənəsi ilə dünyanın elm xəritəsini dəyişdirdi. Bu videoçarxlar silsiləsində həmin dövrün ruhunu, elmin necə yüksəldiyini və insanlığın bilik axtarışına necə yön verdiyini birlikdə araşdıracağıq. Sizi tarixlə, elm ilə və böyük irslə dolu bir səyahət gözləyir. Elnur Nəsirovun təqdimatında İslam, elm və mədəniyyət tarixi. Hər birinizi Allahın salamı ilə salamlayıram. Məlum olduğu kimi, xilafətin əhatə etdiyi ərazilər əsasən bir zamanlar Bizans və Sasani imperiyalarına məxsus olmuşdur. Bu iki dövlət dəqiq elmlər sahəsində dövrün ən mütərəqqi elmi mirasına sahib idilər. Müsəlmanların Misir, Anadolu, İran coğrafiyasındakı elm mərkəzləri və buradakı elm adamları ilə təması fətihlərdən dərhal sonra başlamışdır. Müsəlman ərəblərin dəqiq elmlərlə yaxından tanış olması və bu elm sahələrinin müsəlmanlar tərəfindən öyrənilməsi tərcümə fəaliyyəti nəticəsində mümkün olmuşdu. Yunan, Süryani, Fars, Hind dillərindən tibb, kimya, riyaziyyat, astronomiya, həndəsə kimi elm sahələrinə aid kitablar ərəbcəyə tərcümə olunmağa başlamışdı. Əvvəla qeyd edim ki, digər dillərdən ərəbcəyə ilk tərcümə idari siyasi məsələlərin doğurduğu zərurət səbəbi ilə edilmişdi. Əməvilərdən Əbdülməlik İbn Mərvan ərəb dilini xilafətin rəsmi dili elan etmiş və dövlətə aid bütün sənədlər Yunan və Pəhləvi dillərindən ərəbcəyə tərcümə etdirilmişdi. Bu həcmdə dövlət arxivinin ərəbcəyə tərcüməsi üçün bu iş dili mükəmməl şəkildə bilən kadrlara ehtiyac var idi. Beləcə, ərəbcə tərcümə işinin təməli qoyulmuşdu. Əməvilərdən Mərvan İbn Həkəm tərəfindən vəliəhtliyi ləğv olunan Xalid İbn Yazid İbn Muaviyə həyatını elmi araşdırmaya, kimya və tibb elmlərini öyrənməyə həsr etmişdi. O, İskəndəriyyə kitabxanasından gətirdiyi kimya və tibbə dair kitabları ərəbcəyə tərcümə etdirərək oxumağa başlamışdı. Beləcə, Şahzadə Xalid dəqiq elmlərə aid əsərləri ərəbcəyə tərcümə etdirən ilk şəxs olmuşdu. Əməvilər dövründə Süryanicədən ərəbcəyə tərcümə edilmiş digər bir kitab da tibbə dair idi. Həkim Masərcəveh Əl-Bəsri Mərvan İbn Həkəmin hakimiyyəti dövründə Əhrun İbn Ayin Əl-Qissin tibbə dair kitabını Süryanicədən ərəbcəyə tərcümə etmişdi. Xəlifə Ömər İbn Əbdüləzizin hakimiyyəti illərində saray kitabxanasından tapılan bu kitab xəlifənin istəyi üzrə üzü köçürülərək çoxaldılmışdı. Xəlifə Hişam İbn Əbdülməlikin katibi Əbül-Əla Salim Aristotelin Makedoniyalı İskəndərə yazdığı fəlsəfi məzmunlu kitabları ərəb dilinə tərcümə etdirmişdi. Abbasilər dövründə tərcümə fəaliyyəti yeni bir mərhələyə qədəm qoymuş, sürət qazanmışdı. Abbasilərdən xəlifə Əbu Cəfər Əl-Mənsur riyaziyyat, həndəsə, tibb, astronomiya kimi dəqiq elmlərin öyrənilməsinə də xüsusi diqqət ayırırdı. Xəlifənin sayğı göstərdiyi dövrün məşhur təbiblərindən Georges Ben Gabriel və ya Georges İbn Cəbrail Mənsurun istəyi ilə tibbə dair bir çox əsəri Yunancadan ərəbcəyə tərcümə etmişdi. Xəlifə Mənsurun hakimiyyəti illərində Yahya İbn Əl-Batriq, Bağdadlı Sergios kimi xristian mənşəli mütərcimlər, Hipokrat, Galen kimi Yunan müəlliflərin tibbə dair, Aristotelin məntiq və fəlsəfəyə dair, Ptolemeyin astronomiyaya dair əsərlərini ərəb dilində tərcümə etmişdilər. Al-Majest və Kitab Əl-Məcəsti və Evklidin həndəsəyə dair elementlər Kitab Əl-Ənasir adlı əsərlərini Yunancadan ərəbcəyə bu müəlliflər tərcümə etmişdilər. Mənsurun hakimiyyəti illərində Pəhləvi və Sanskrit, yəni qədim Fars və Hind dillərindən də ərəbcəyə tərcümələr edilmişdi. Harun Əl-Rəşid dövründə tərcümə fəaliyyəti tərəqqi etmişdi. Xəlifənin tibb elminə olan xüsusi marağı daha çox bu elm sahəsinə dair kitabların ərəbcəyə tərcümə edilməsinə səbəb olmuşdu. Fəlsəfəyə dair əsərlər isə Harun Əl-Rəşid dövründə tərcümə edilməmişdi.
Harunun dövründə siyasət və idarəçilik sahəsində önə çıxmış Bərməki, İran mənşəli Bərməki ailəsi də elmi və alimləri himayə edirdilər. Dövrün məşhur həkimlərindən Bəxtuşu İbn Cəbrailin İrandan Bağdada dəvət edilməsi fikrini xəlifəyə vəzir Yəhya Əl-Bərməki təklif etmişdi. Ərəb-Bizans müharibələrinə səhnə olan Anadolunun Amorion və Ankara kimi şəhərlərində ələ keçirilən kitabxanalardan böyük miqdarda kitab xəlifənin əmri ilə Bağdada daşınmışdı. Harun əl-Rəşidin Bizans kitabxanalarından əlyazma kitab satın alan köməkçiləri də var idi. Müxtəlif elm sahələrinə aid bu kitablar Yuhanna ibn Məsaveh, Həccac ibn Matar, Ömər ibn Hafs ət-Təbəri, Sahl ibn Harun əl-Farisi, Yuhanna ibn əl-Batriq tərəfindən ərəb dilinə tərcümə edilmişdir. Harun əl-Rəşid dövrünün elm sahəsində digər bir mütərəqqi hadisəsi kağız istehsalına başlanması olmuşdur. Həmin dövrə qədər kitablar əsasən aşılanmış dəridən, perqamentdən hazırlanırdı. Perqament üzərinə yazılan yazı uzun ömürlü olsa da, materialın mənbəyi canlılar, yəni heyvanlar olduğu üçün, heyvan dərsi olduğu üçün sayı məhdud olurdu və çox baha başa gəlirdi. Bu isə məlumat daşıyıcısı olaraq kitabın geniş kütlə üçün əlçatan olmasını çətinləşdirirdi. 751-ci ildə baş vermiş Talas müharibəsində Abbasi ordusuna məğlub olan Çin ordusundan 20 minə yaxın əsir ələ keçirilmişdi. Müsəlmanlar bu Çinli əsirlərdən kağız istehsalı texnologiyasını öyrənmiş, 754-cü ildə Səmərqənddə ilk kağız emalxanası açılmışdı. Tezliklə bu cür emalxanalar bütün Türkistan, Xorasan və İranda açılmışdı. Harun əl-Rəşidin hakimiyyəti dövründə vəzir Fəzl əl-Bərməkinin təşəbbüsü ilə 794-cü ildə Bağdadda ilk kağız emalxanası açılmış. Vərrağun, yəni vərəqçilər adlanan bu cür emalxanaların sayı daha sonra çoxalmış, xilafətin bütün iri şəhərlərində açılmışdı. Kağız istehsalı artmışdı. Kimyəvi üsulla axarlanan kağız, nəm, güvə qurdu kimi ziyanvericilərdən də qorunurdu. Bu cür kağızdan düzəldilən kitabın maliyyəti daha ucuz olduğu üçün məlumat daşıyıcısı olan kitabın geniş xalq kütləsi arasında yayılması və əlçatan olması təmin edilmişdi. Bunun sayəsində Abbasilərin ilk dövrlərindən istər ictimai dini, istərsə də dəqiq elmlərə aid biliklərin yazıya köçürülməsi işi sürətlənmiş və geniş yayılmışdı. Məlum olduğu kimi, hədis külliyyatları da bu dövrdə qələmə alınmışdı. Maariflənmənin, elmi biliklərin daha sürətlə yayılması Abbasilər dövründə başlamış, İslam intibahının təməlini qoymuşdu. Abbasilərdən xəlifə Məmunun dövründə tərcümə və tədqiqat fəaliyyətinin yeni növbəti mərhələyə qədəm qoyması müşahidə edilir. İskəndəriyyə, Cündşapur, Hindistan və Bizans kitabxanalarından müxtəlif elm sahələrinə dair kitabların xəlifənin əmri ilə paytaxt Bağdada daşınması və tərcümə edilməsi işi davam etdirilmişdi. Salnaməçi İbn Nədim özünün Əl-Fihris adlı əsərində Məmunun Bizans imperatoru ilə məktublaşdığını və ondan öz alimlərinin Bizans kitabxanalarında araşdırma apararaq oradan kitab seçib götürməsinə izin verməsini istədiyini, imperatorun könülsüz olaraq buna izin verdiyini qeyd edir. Xəlifənin əmri ilə Huneyn ibn İshaq Əl-İbadi və Yuhanna ibn əl-Batriq Bizansa gedərək buradakı kitabxanalardan kitablar seçmiş və onları Bağdada gətirmişdilər. Fəlsəfə, musiqi, tibb, riyaziyyat, həndəsəyə aid bu kitablar xəlifənin əmri ilə Həccac ibn Matar, Yuhanna ibn Məsaveh, Huneyn ibn İshaq, Kosta ibn Əl-Bəlbəki, Hubeyş ibn Əl-Həssan, Sabit ibn Qurra Əl-Harrani kimi dövrün tanınmış alimləri tərəfindən ərəbcəyə tərcümə edilmişdi. Xəlifə Mutəsim və Vasiqin dövründə zəifləyən tərcümə fəaliyyəti xəlifə mütəvəkkilin hakimiyyəti illərində yenidən artmışdı. Böyük tərcümə fəaliyyəti nəticəsində meydana gələn iri həcmli kitab kütləsinin mühafizəsi üçün kitabxanaya ehtiyac duyulmuşdu. Xəlifə Mənsurun xilafət iqamətgahı yaxınlığında tikdirdiyi məxzən Harun əl-Rəşid tərəfindən yenidən qurulmuş və genişləndirilmişdi. Xizanətəl Hikmə, Hikmət xəzinəsi adlanan bu kitabxana sistemli hala gətirilmişdi. Məmunun hakimiyyəti dövründə
xilafət iqamətgahı kompleksinin bir hissəsinə çevrilən bu elmi müəssisə Beytəl Hikmə, yəni Hikmət evi olaraq tanınmışdı. Xilafət Akademiyası deyə biləcəyimiz bu quruma Sahibəl Beytəl Hikmə adlı müdir rəhbərlik edirdi. Qurumun ayrı-ayrı struktur bölmələrində müəlliflər, tərcüməçilər, katiblər, müstənsixlər, yəni nüsxə çoxaldanlar, vərraqlar, yəni vərəq emalatçıları, mücəllidlər, yəni çizgilər fəaliyyət göstərirdilər. Beytəl Hikmə binası elm sahələri və fənlərə görə təsnif edilmiş, kitabların saxlandığı kitabxanadan, böyük oxuzalından, adlarını qeyd etdiyim əməkdaşların oturduqları otaqlardan, hücrələrdən ibarət idi. Beytəl Hikmənin ilk müdiri Yuhanna İbn əl-Batrik olmuşdur. Məmunun dövründə Səhl İbn Harun əl-Farisi bu quruma rəhbərlik etmişdir. Adını çəkdiyim şəxslərin hər ikisi öz dövrünün tanınmış alimləri idilər. Salnaməçi İbn Nədim Əl-Fihrist adlı əsərində Beytəl Hikmədə çalışan mütərcimlərin adlarını və hansı dillərdən tərcümə etdiklərini qeyd edir. Müəllifin bildirdiyinə görə Beytəl Hikmədə Yunan və Süryani dillərindən 47, Farsçadan 16, Hind və Nəbat dillərindən tərcümə edən 3 mütəxəssis çalışmışdır. Beytəl Hikmədə çalışan alim və mütərcimlərin əməyi yüksək qiymətləndirilirdi. Sadəcə xəlifənin baş vəzirinin məvacibi onlarınkindən daha yüksək idi. Sahib divan, yəni nazir və əmir, general kimi mülki və hərbi məmurların əmək haqqı Beytəl Hikmə əməkdaşlarından daha aşağı idi. Xəlifə Məmunun ərəbcəyə tərcümə etdiyi bir kitab üçün 300.000 qızıl dinar ödədiyi bildirilir. Bəzi tərcümələr üçün zəhmət haqqı isə kitabın ağırlığı ilə ölçülürdü. Kitab tərəzinin bir gözünə qoyulur, digər gözünə isə bərabərləşənə qədər qızıl tozu tökülürdü. Həmin qızıl tozu mütərcümə sifarişin haqqı olaraq verilirdi. İbn Şakir qardaşlar Hüneyn İbn İshaq, Hubeyş İbn Əl-Həssan, Sabit İbn Əl-Qura və Beytəl Hikmədə çalışan digər alimlərin aylıq məvacibləri 500 qızıl dinar təşkil edirdi. Dəqiq elmlərlə yanaşı dil, ədəbiyyat, tarix kimi ictimai elm sahələrinə aid kitablar da ərəb dilində tərcümə edilmişdi. İbn əl-Müğəffanın bu sahədə fəaliyyəti xüsusi nəzərə çarpandır. Fars və ərəb dillərini mükəmməl şəkildə bilən İbn əl-Müğəffa bu gün də dünya ədəbiyyatının məşhur nümunələrindən biri olan Kəlilə və Dimnə əsərini farsçadan ərəbcəyə tərcümə etdirmişdi. Sasani şahlarının tarixi haqqındakı Siyaru Mulukul Əcəm, Sasani İmperiyasının dövlət təşkilatı, saray protokolundan bəhs edən Kitab-əl-Ayin, Sasani şahı 1. Xosrovun həyat hekayəsi olan Kitab-ət-Tac fi Sirati Ənüşirvan, İran-Turan müharibələrindən Səyavuş, Rüstəm Zal kimi əfsanəvi şəxslərin həyat hekayəsi olan Kitab-ı Səqisəran, İranın qədim hökmdar ailəsi, Kəyanilərin tarixindən bəhs edən Kitab-əl-Peykər və qədim İranın tarixi, ədəbiyyatına dair daha onlarla kitab İbn əl-Müğəffa tərəfindən ərəb dilinə tərcümə edilərək bu dilə qazandırılmışdır. İbn əl-Müğəffa ərəb ədəbiyyatında nəsr janrının banisi hesab olunur. Bu tərcümələr nəticəsində qədim İranın tarixi ədəbi irsi məhv olmaqdan qorunmuşdur deyə bilərik. İbn əl-Müğəffanın tərcümələri sonrakı əsrlərdə qələmə alınacaq farsça tarix və ədəbiyyata dair bir çox əsər üçün ilham mənbəyi, qaynaq rolunu oynamışdır. Tərcümə fəaliyyəti öz bəhrəsini verməkdə gecikməmişdi. Zəngin elmi miras İslam dünyasında müxtəlif elm sahələrində yeni kəşflərə, icadlara, elmi əsərlərə imza atacaq yüzlərlə alimin yetişməsi, İslam intibahı adlanan dövrün başlanması üçün zəmin hazırlamışdı. Xüsusilə tibb sahəsində müsəlman alimlər böyük irəliləmə qeyd etmişdilər. Əməvilər dövrünün tanınmış təbib və əczaçılarından biri İbn Asal Nəsranidir. Xristian, Süryani olan İbn Asal İrandakı Cünçapur tibb məktəbində təhsilini başa vurduqdan sonra Dəməşqə qayıtmışdı. Qısa müddətdə mahir həkim olaraq tanındığı üçün Əməvi sarayına daxil ola bilmişdi. İbn Asal xəlifə Muaviyyə İbn Əbu Sufyan tərəfindən saraya dəvət edilmiş və onun şəxsi həkimlərindən biri olmuşdu. İbn Asal Yunan və Süryanicə mənbələrdən faydalanaraq Əl-Ədviyyət Əl-Müfrədə
vəl mürəkkəbə və quvvətuha, yəni sadə və mürəkkəb dərmanlar və onların qüvvəsi, təsiri adlı farmakologiyaya dair əsər qələmə almışdı. Bu əsəri xəlifə Muaviyyəyə təqdim etmiş, əsərlə tanış olan Muaviyyə İbn Asaldan faydalandığı mənbələri ərəbcəyə tərcümə etməyi tövsiyə etmişdi. Əməvilər dövrünün tanınmış təbiblərdən biri də bu hakim ailəyə mənsub Xalid ibn Yazid ibn Muaviyyə idi. Onun haqqında biraz əvvəl danışdıq. Atalığı 1-ci Mərvan tərəfindən vəliəhtliliyi ləğv edilən Şəhzadə Xalid siyasi həyatdan uzaqlaşaraq özünü elmi tədqiqata həsr etmişdir. İskəndəriyyəli Mariandan tibb və kimya dərsləri almışdı. Tibb, kimya və astronomiyaya dair əsərlərin mütaliəsi ilə məşğul olan Xalid, İskəndəriyyə kitabxanasından əldə etdiyi bir sıra kitabları ərəbcəyə tərcümə etdirmişdir. İskəndəriyyəli Estanisdən sənətkarlıq da öyrənən Xalid, tibb, kimya və astronomiyaya dair Kitab-əl-Hararat, yəni qızdırmaya dair kitab, Kitab-əs-Sahifətəs-Səğir, Kitab-əs-Sahifətəl-Kəbir, Risalə fil-Kimya, Divanən-Nücum kimi bir sıra əsərlərin də müəllifi olmuşdur. Dövrün tanınmış həkim və farmakoloqları ata, oğul və nəvə Əd-Diməşqilər haqqında mənbələr məlumat verirlər. Əbul-Həkəm Əd-Diməşqi və oğlu Həkəm Əd-Diməşqi Əməvi sülaləsinə mənsub xəlifələrin ailə həkimi idilər. Ata və oğlunun bilinən bir əsəri müasir dövrə qədər gəlib çatmasa da, onların əczaçılıq sahəsində mahir olduqları qeyd edilir. Təbib, kimyaçı, botanik və zooloq olaraq tanınan nəvə İshaq ibn əl-Həkəm Əd-Diməşqi isə Abbasilər dövründə yaşamışdı. Kitab Mənafə-əl-Heyvan, Risalə əl-Kafiyyə əl-Haruniyyə, Risalə fil-Əşab və Əqaqir, yəni otlar və dərmanlar haqqında məqalə, Kənnaşəl Yağutə, Ədviyyə Xəfqanəl-Qəlb, yəni aritmiya dərmanları, İlac Muqsəl Mirarə, yəni sidik kisası xəstəliklərinin müalicəsi və hemoroidin müalicəsinə dair olan Müdafiət-əl-Bəvasir adlı əsərlər İsa Əd-Diməşqinin əsərlərindən bəziləridir. Zeynəb əl-Avdiyə adlı qadın həkim göz xəstəliklərinin müalicəsi ilə tanınmışdı. Təəssüf ki, mənbələrdə vəfat tarixi və əsərləri ilə bağlı təfsilatlı məlumata rast gələ bilmirik. Teazuq, Fərad ibn Şehnata, Masərcəvəh əl-Bəsri, Abdülməlik ibn Əbcər əl-Kinani Əməvilər dövründə yaşamış təbib və əczaçılardır. Mənbələrdə onların bəzilərinin əsərləri haqqında məlumat verilməkdədir. İslam tarixində ilk xəstəxanalar Əməvilər dövründə tikilmişdi. Xəstəxana açmaq təşəbbüsü göstərən ilk şəxs Muaviyyə ibn Əbu Süfyandır. Haqqında mənbələrdə çox az məlumat verilən bu xəstəxana Dəməşqdəki Əməvi camisinin yaxınlığında açılmışdı və Bimaristən-əs-Səğir, yəni kiçik xəstəxana adlanırdı. Bu xəstəxana üçün yeni bir bina tikilməmişdir. Şəhərdəki köhnə tikililərdən biri xəstəxanaya çevrilmişdi. Dəməşqdəki xəstəxanalar inşa edilərkən Misirdəki İskəndəriyyə və İrandakı Cünşapur xəstəxanası nümunə olaraq göstərilmişdi. Xəstəxana həm də tələbələrə dərs keçilən tibb mədrəsəsi idi. Xəstəxana ilə birlikdə tibb mədrəsəsi inşa etdirmək ənənəsi sonraki dövrlərdə geniş vüsət almışdı. Xəlifə Vəlid ibn Əbdülməlikin əmri ilə 707-ci ildə Dəməşqdə onun öz adı ilə tanınan xəstəxana inşa edilmişdi. Xəlifə xəstəxana üçün xüsusi ərazi ayırtmış və bütün inşaat xərclərini öz üzərinə götürmüşdü. Vəlid ibn Əbdülməlikin xəstəxanasında əsasən yataq xəstələri müalicə olunurdu. Müalicə xərcləri dövlət hesabına ödənilirdi. Bu xəstəxanada cüzam, yəni lepra xəstəliyinin karantinə alındığı xüsusi bölmə fəaliyyət göstərirdi. Əməvilər dövründə inşa edilmiş digər bir xəstəxana Misirdə Fustat, yəni indiki Qahirə şəhərində tikilmiş Zuqaq-əl-Qənadil, yəni Qəndillər xiyabanı xəstəxanası idi. Bəxtişu ailəsi Abbasilər dövrünün məşhur həkimlərinin çıxdığı bir ailə idi. Bu ailə İrandakı Cünşapur tibb məktəbinin yetirmələri olub, oradakı xəstəxanada çalışırdılar. Bəziləri xəlifələrin istəyi ilə Bağdada gələrək orada yaşamış və çalışmışdılar. Bəxtişu ailəsinə mənsub bu təbiblər tibb və əczaçılığa dair onlarla tərcümə və təlif əsərin müəllifi idilər. Abdullah Ət-Teyfuri, Zəkəriyyə ibn Abdullah Ət-Teyfuri, İsrail ibn Zəkəriyyə Ət-Teyfuri. Bunlar baba, oğul və nəvədirlər.
Masərcəveh əl-Bəsri, Georgis Masəveh əl-Xusi, Yuhanna ibn Masəveh, Mikail ibn Masəveh, İshaq əl-İbadi, Huneyn ibn İshaq əl-İbadi, Hubeyş əl-Həsən əl-Asim əd-Diməşqi, İbn Rabban adı ilə tanınan Pediteriyanın banisi Əli ibn Səhl ət-Təbəri, Əbu Yusuf Yaqub ibn İshaq əl-Kind əl-Qəhdani, Kosta ibn Luka əl-Bəlbəki, Sabit ibn Qurra əl-Hərrani, Sənan ibn Sabit ibn Qurra, Sabit ibn Sənan əl-Hərrani, Sabit ibn İbrahim əl-Hərrani, İbn Vəsf Əs-Sabi əl-Hərrani, Əbu Bəkir Muhammed ibn Zəkəriyyə əl-Razi, Əbu Cəfər Əhməd ibn Muhammed ibn Əşəs, Əbu Zeyd Əhməd ibn Səhl əl-Bəlxi, Musa ibn Yusif ibn Səyyar, Əli ibn Abbas əl-Məcusi, Həsən ibn Süvar ibn Baba, İbn Sina adı ilə tanınan Əbu Əli Hüseyn ibn Abdullah Buxari, məşhur oftalmoloq Əli ibn İshal Kəhhal, Əbülfərəc Abdullah ibn Əttayyib, İbn Butlan adı ilə tanınan Əbülhəsən Muxtar ibn Həsən əl-Bağdadi, İbn Cəzl adı ilə tanınan Yəhya ibn İsa əl-Bağdadi, Abbasilər dövrünün tanınmış həkim, cərrah və əczaçıları idilər. Adlarını sadaladığım şəxslərin qələmindən tibbi, müalicə, cərrahiyyə, anatomiya, gigiyena, psixologiyaya dair yüzlərlə tərcümə və təlif əsər çıxmışdır. Sadəcə Əbu Bəkir əl-Razi kimya, tibb və əczaçılığa dair irili-xırdalı 200-dən çox əsərin müəllifi idi. Avropada Əbülqases adı ilə tanınan Əbülqasim Xələf ibn Abbas Əz-Zəhravinin ümumi cərrahiyyəyə aid 30 fəsildən ibarət Kitab-ət Təsrif Limən Əcəzə Ənit-Tarif adlı əsərində 200-ə yaxın cərrahi alətin adı və təsviri qeyd olunur. Müasir cərrahiyyənin banisi hesab olunan Əbülqasim Əz-Zəhravi bu əsərində ilk dəfə qaterizasiya, yəni qansız cərrahiyyə əməliyyatının izahını vermişdir. Onun bu əsərinin bəzi fəsilləri Latın dilinə tərcümə olunmuşdur. Əsəri ilk dəfə Avropada Kremonalı Gerard Xirurgiya Abulkasis adı ilə tərcümə edərək tanıtmışdı. Avropada Razes olaraq tanınan Əbu Bəkir əl-Razi elmi araşdırmaya kimya ilə başlayıb tibb sahəsində mütəxəssis olmuşdur. Uzun müddət Rey xəstəxanasında sərtəbib, yəni baş həkim olan Əl-Razi, Samanilərin Rey valisi Məsur ibn İshaqa ithafən qələm aldığı 10 fəsildən ibarət Kitab əl-Məsuri fit-Tibb adlı əsəri yenə Kremonalı Gerard tərəfindən Liber Almansores adı ilə Latıncaya tərcümə edilmişdi. Onun orta əsr Avropasında Liber Continens adı ilə tanınan digər bir əsəri isə Kitab əl-Havi fit-Tibb adlı tibbi ensiklopediyadır. Əsər dieta, gigiyena, fiziologiya, anatomiya, ümumi patologiya və cərrahiyyə kimi fəsillərə ayrılır. Tibbə dair əsərləri uzun əsrlər boyu təbiblərin masaüstü kitabı olan digər bir həkim İbn Sinadır. Onun da bir sıra əsərləri Latın dilinə tərcümə edilmişdir. İbn Sinanın Əl-Qanun fit-Tibb adlı əsəri Qərbdə Latınca adı ilə Canon Medicinae olaraq tanınmışdır. Həkimlik və əczaçılıqla həvəskarların deyil, peşəkarların məşğul olmaları üçün bir sıra qaydalar müəyyən edilmişdi. Heç kim icazət, yəni lisenziya olmadan tibbi xidmət, əczaçılıqla məşğul ola bilməzdi. Tibb mədrəsələrinə davam etmiş, məşhur təbiblərin mühazirələrini dinləmiş hər kəsin özünü həkim saymamasından ötürü bu peşə ilə məşğul ola bilmək üçün imtahan vermək məcburi hala gətirilmişdi. Tibbi xidmət fəaliyyətinə nəzarət edən qurum təsis edilmiş və ona rəis təyin edilmişdi. Mənbələrdə nəql olunan məlumatlardan aydın olur ki, təbiblik və əczaçılıq sözü gedən dövrdə ən rəğbət görən peşələrdən idi. Xəlifə və mütəvəkkilin hakimiyyəti illərində sadəcə Bağdadda 860 həkim və əczaçının fəaliyyət göstərdiyi bildirilir. Bunlardan 56-sı xəlifə və saray mənsublarına tibbi xidmət göstərirdilər. Abbasilər dövründə xilafətin böyük şəhərlərində tibb məktəbləri və xəstəxanalar tikilmişdi. Bağdadda ilk inşa edilmiş xəstəxana Ər-Rəşid xəstəxanası idi. Xəlifə Harun Ər-Rəşid tərəfindən Cünçapur Tibb Mərkəzi nümunə götürülərək inşa etdirilən xəstəxananın layihəsinin
hazırlanmasında təbib Cəbrail İbn Bəxtuşu iştirak etmişdi. Təbib Cəbrail və təbib Məsəvih Əl-Xusi və oğlu Yahya Ər-Rəşid xəstəxanasına rəhbərlik etmişdilər. Harun dövrünün vəziri Yahya Bərməki də Bağdadda bir xəstəxana inşa etdirmiş və rəhbərliyinə Nəbd İbn Dehn adlı hindli bir təbibi təyin etmişdir. Nəbd İbn Dehn həm də Hind dilindən ərəb dilinə etdiyi tərcümələrlə tanınırdı. Salnaməçi İbn Nədim Əl-Fihrist adlı əsərində onun Hind dilindən əczaçılıq mövzusunda ərəbcəyə tərcümə etdiyi 10-a yaxın əsərin adını qeyd edir. Abbasilər dövrünün tanınmış dövlət xadimi Fəth İbn Xaqan xəlifə mütəvəkkilin hakimiyyəti dövründə Misirin Fustat, yəni indiki Qahirə şəhərində Əl-Muafir adlı xəstəxana inşa etdirmişdi. Misirdəki digər bir xəstəxana Abbasilər dövrünün məşhur türk dövlət xadimi və sərkərdəsi Əhməd İbn Tolun tərəfindən 872-ci ildə inşa etdirilmişdir. Əl-Atiq yaxud İbn Tolun xəstəxanası adı ilə tanınan bu müalicə və təhsil ocağının inşasına 60.000 qızıl dinar xərclənmişdir. Dövrün şərtlərinə görə ən mütərəqqi tibb təhsili və tibbi xidmət verən bu xəstəxanada əqli qüsurlular üçün xüsusi ayrı bir bölmə fəaliyyət göstərirdi. Hər həftə cümə namazından sonra bu xəstəxanaya baş çəkən Əhməd İbn Tolun xəstəxananın məsrəflərini qarşılamaq üçün vəqf, yəni xeyriyyə fondu təsis etdirmişdi. Bağdadın məşhur tibb ocaqlarının biri də Bədr xəstəxanası idi. Abbasilərin tanınmış dövlət xadimlərindən Əbun-Nəcim Bədr Əl-Humami tərəfindən inşa etdirilmişdi. Sabit İbn Qurra Əl-Hərrani, ki məşhur həkimdir, bu xəstəxanada çalışmış. Əbu Bəkr Əl-Razi isə tələbələrinə tibb dərsləri vermişdir. Xəstəxana mədrəsənin bütün məsrəfləri yenə vəqf, yəni xeyriyyə fondu tərəfindən ödənilirdi. Seyyidə Şəğəb xəstəxanası Bağdadın şərqindəki Suq Yahya adlanan yerdə, Dəclə çayı sahilində xəlifə müqtədirin anası milliyyətcə türk olan Şəğəb xatun tərəfindən inşa etdirilmişdi. 918-ci ildə fəaliyyətə başlayan bu xəstəxanada dövrün mahir həkimlərindən Sənan İbn Sabit Əl-Hərrani çalışmışdı. Xəstəxananın aylıq məsrəfi olan 600 qızıl dinar təxsis edilmiş, vəqfin gəlirlərindən ödənilirdi. Həmin il xəlifə özü də Bağdadın qərbində Bab-ı-Şam adlanan yerdə öz adını verdiyi Əl-Məqtədiri xəstəxanasını tikdirib istifadəyə vermişdi. Bu xəstəxanada Yusif Əl-Vasiti, Sənan Əl-Harrani, Cəbrail İbn Ubeydullah kimi dövrün tanınmış həkimləri çalışmışdılar. Xəstəxananın bütün məsrəfləri xəlifənin şəxsi hesabından ödənilirdi. Abbasilərin baş vəzirləri Əli İbn Fırat Əl-Ağuli, Əli İbn İsa Əl-Cərrah, Əmir Bəkəmət Türki də Bağdadda xəstəxana tikdirmişdilər. Bağdaddakı onlarla səhiyyə müəssisələrindən başqa xilafətin Məkkə, Mədinə, Fustat, Qayravan, Rey, Vasit, Antioxiya, Hərran, Məyəfariqin, İsfahan, Nişapur, Şiraz, Mərv, Zərənc, Xarəzm kimi şəhərlərində və bölgələrində də xəstəxanalar və tibb mədrəsələri fəaliyyət göstərirdi. Sözü gedən dövrdə Azərbaycanlı təbiblər də tibb elminə öz töhfələrini vermişdilər. Səlcuqlular və Atabəylər dövrü Azərbaycan İslam mədəniyyətinin yüksəliş, intibah dövrü sayılır. Məhz bu dövrdə yaşamış Azərbaycanlı həkimlərin, təbiblərin tibb sahəsinə dair çox dəyərli əsərlər qələmə aldığını görürük. Məsələn, 12-ci əsrdə yaşamış həkim Kəmaləddin Hübeyş Tiflisi bunlardan biridir. Tibb və əczaçılıq sahəsindəki dərin biliyi və səriştəsi ilə Anadolu Səlcuqlu Sultanı İzzətli II Qılıc Arslanın rəğbətini qazanmış Kəmaləddin Tiflisi Sultanın şəxsi həkimi olmuşdur. Onun bu zamana qədər əksəriyyəti tibb və farmakologiyaya aid olan 25 əsəri müəyyən edilmişdir. Müsəlman şərqində Hippokrat andını Yunancadan ilk dəfə Kəmaləddin Hübeyş Tiflisi tərcümə etmişdir. Təqvimül Ədviyyə fit-Tibb adlı əsərində Kəmaləddin Tiflisi 743 növ dərmandan ərəb, fars, yunan, latın və süryani dillərindəki adları qeyd olunaraq bəhs edir. Bəyanət tibb, Səhhətəl Əbdan onun tibbə dair əsərlərindəndir. Kəmaləddin Tiflisinin əsərlərinin nüsxələri dünyanın müxtəlif ölkələrinin
əlyazma kitabxanalarında saxlanılır. Təbib Əfsələddin Xunəci, Təbib Qəzənfər Təbrizi, Təbib Əkmələddin Naxçıvani də sözü gedən dövrdə yaşamış və tibbə dair çox qiymətli əsərlər qələmə almış Azərbaycanlı həkimlərdir.